Salam, mən Pələng, Şah Pələng. Tüpürdüm hə. Axır ki gəldik Röqəyyə xanımgilin kəndinə. Xoş gördük. Salam, hoş geldin. Xoş gördük. Anlatsana. İkisindən aşağı ərə getmir. Xəmirimiz bu yumuşaqlı. Gənclər doğamız hazırdır. Maşallah, nə gözəl. Bitdi? Bitmədi. Videonu bəyəndinizsə davam eləyək. Xanımlar və bəylər, sabahınız xeyir. Röqəyyə xanımı gözləyirəm ki, onların kəndinə gedəm, yəni bağ evlərinə və sizə çəkib göstərəm. Əlavə olaraq da bir məlumat vermək istəyirəm. Oteldəki qardaş mənə izah elədi. Mən pul vahidini sizə səhv deyirmişəm. Burada iki cür pul vahidi var: tübən və rial. Rial sıfır tutulmamışdı. Yəni pul vahidi var önünüzdə. Onun bir sıfırını tutanda tümən olur. Bir sıfırını tutmayanda rial olur. Hansı ki, məsələn, yazılıbdır 450 min rial. Onun bir sıfırını tutursunuz, olur 400, yox, olur 45 min tümən. Biraz qarışıq söhbətdir. Uzun sözün qısası, mən sizə pul vahidini, daha doğrusu pulun miqdarını səhv deyirmişəm neçə gündür. Qardaş məni oyatdı, dedi özündən gəl. Ucuza bilet haradan alıram? Aviasales-dən. Aviasales-in web saytına daxil olaraq dünyanın istənilən bölgəsinə bilet ala bilərsiniz. Deməli, 100 min tümən 1 manat 30 qəpik eləyir. Rial isə sıfırı silinməmiş puldur. Tüpürdüm hə. Axır ki gəldik Röqəyyə xanımgilin kəndinə. Çox xoş gəldin. Xoş gördük. Bu Röqəyyə xanımın yoldaşıdır, Şəhruz qardaş. Mən sizə kömək eləyim, verin. Yox, xahiş edirəm. İndi gəlmişik burada bir şeylər bişirəcəyik, maraqlı görüntülər çəkəcəyik. Bu arada bu kəndin adı nədir? İmitcə. İmitcə kəndidir, uşaqlar bu kəndin adı. Çox bağışlayın. Ne xoş. Buyurun, buyurun. Xahiş edirəm, buyurun. Buyurun. Bura uşaqlar bu arada Azərbaycan kəndidir. Yəni hər kəs Azərbaycanlıdır. Gördüyünüz qədərilə. Buradan düz keçəcəyik. Belə bir həyətdir. Ora qaynatamcılın dədə-baba yurdudur. 50 il bundan qabaq tikilmiş. 50, 60. Yaşayış var indi. Bəli, alan qaynatamla qaynanam evdədir. Eşitməyirlər səsimizi çıxalar. Allah ömür versin. Çox sağ ol. Bilirsiniz ki, Gürcüstanda da mən Azərbaycanlıların kəndinə getmişdim. Burada da qismət oldu getmək. Nədir qadan qanı? O məşhur ev buradır. Bura bizim məşhur yaşıl evimizdə. Bizim yaşıl evimizə çox xoş Xoş gəlirsiniz. gördük, çox Mən sağ olun. buralara bir əl gəzdirim, yuvum təmizləyim buranı, çəkilişlərimizi başlayalım. İnşallah. Çünki mən də keçən həftə də gəlməmişəm bura deyə. Bura Sağlıq olsun, nə olacaq? Çox sağ olun. Çox qəşəng düzəlmişlər uşaqlar. Həqiqətən maraqlı bir kənddir. Bura Ərdəbilin kəndi sayılır da. Meşkinin. Beşkinin. Meşkinin kəndidir. Və belə bir mənzərəsi də var bu kəndin. Və uşaqlar onu da deyim ki, gələndə bir dağ gördük. O dağın arxa tərəfi isə artıq yardımlının kəndləri idi, yardımlı tərəfi idi. Biraz keyfim də pozuldu əslində. Çünki gələndə Röqəyyə xanımla danışırdıq və Röqəyyə xanım 1-ci Qarabağ müharibəsindən danışdı. Dedi ki, biz Parsabad tərəfdə qalırdıq, səhv eləmirəmsə. 1-ci Qarabağ müharibəsi zamanı bu Cəbrayıl tərəfdən məcburi köçkünlərin hətta hündüşqalarını belə dedi ki, öldürüblər. Darmadağın eləmişdilər, deyir. Və onlar gəlib bizim taya keçmişdilər. Canlarını götürüb qaçıb bu taya keçiblər. Sonradan Bilasovar tərəfdən səhv eləmirəmsə Azərbaycana giriş eləyiblər. Şükür olsun bugün Qarabağ da bizdədir artıq. Belə istədim burada vurğulayım sizə, deyim sizə. Salam, hoş geldin. Hoş gördük. Anlatsana. Allah Sağ ol, sağ ol. Şad oldum. Ben de şad oldum, sağ ol. Çok hoş geldin. Bu kənddə insanlar nə ilə məşğul olur əksəriyyətdə? Təsərrüfat, ne çət təsərrüfat? Təsərrüfat. Orada necə var? Mal-qara. Mal-qara, hə. Və mal-qara, yer əkmək onların öyle gülənçim şeylər. Sizin ləhcəniz bizə daha yaxındır. Daha Elə sizlə nə qədər fərqiniz yox. var? Təbrizdə məsələn insanlar danışanda bəzən başa Onların düşmür. fərq eləyir, bizlə nə olar bir fərqimiz var?
yatıb fərq edir. Bəli, bəli. Salam, necəsiniz? Mənim qaynanamdır, Xədicə xanım. Sağ olun. Mamasının da adı Anamın da Xədicədir. adı Xədicə. Allah saxlasın. Çox sağ olun, çox sağ olun. Allah saxlasın. Çox sağ olun. Bunlar qaynatam işdən baş şəst olandan sonra siz də bilməyəm nə deyirsiniz. Dayı işdən ki getmədi, dayı işə getmədi. Pensiya. Pensiya alıb, ona görə köçüb gəliblər kəndə. Yəni şəhərdə evləri var. Bəli qala bilmirlər deyə burada gəlib toxtuca becərirlər. Çünki rahatçılıq. bəli, rahatçılıqdır. Sakitçilikdir. Çox da ona görə. Çünki da şəhərdə bir işləri yoxdur. Yağış çox düşür bura. Vallahi Yox, yox. yağış 2 düşmür. ildir yağışlar yox. Yaman quraqlıqdır. Quraqlıq. Xoşdaldır. Tehranda da deyir çox quraqlıqdır. Quraqlıqdır, hə. İranda bu 2 ildir, 3 ildir çox quraqlıqdır. O yağmayan yerlərə zada indi yağır, qar Su yağır. çəkən mutluqdur, ha, bizim dil azdır, ha. Elə yağmay su azdır, hər yerdə kullən su İran- azdır. Bəndər tərəfinə zadına məsələn qar ramaz eləməzdi. İndi o araya qar yağır, bizə qar. Cənub tərəfi, İran cənub tərəfi qar olmazdı. Bu illəri Əslən oraya qar çox olmaz. qar gəlib. Hə, hə. İndi Su qar ora kəsintisi gəlib, bizə olur, yox. su kəsirlər heç. Kəsilir. Hə, kəsirlər, bizim də su azdır. Ha baba, su Kəsirlər, çox su az. azalıbdır. Çoxalan qışlı gəlir, yayda gəlir. Gənclər burada hamı familiymiş. Bəli. Bir babanın nəvə nəticələridir. Hə, babanın. Bəli, İki kişinin nəvə nəticəsidir. İki kişinin. Ha, iki kişinin nəvə nəticəsi. Onda bütün qohumlar Qohumda, bir-biri ilə hamı ailə familiya. qurur. Ayrı soyadı yoxdur burada. Qəblən Hamı də Şirvan. bir-birindən Hə. alma var idi. İndi Allah aşkına yoxdur. Hə. Amma Hə, bir-birindən qohum olardı. Biz ələn iki bacı bu kişinin gəliniyik. Hə, qardaşı ilə özünü. Yox, yox, yox. 2 dənə qaynatamla qardaşı gedib 2 bacını alıblar. Əmsi qızlarını Ha, alıblar. sağ ol da, başa Əmsi düşdüm. qızlarını. İki bacı qaynar. İki bacı bir evə gəlin Bir evə gəlin gəlmiş. İndi yoxdur. Hə, indi özgədən alırlar. Özgədən Özgədən alırlar. Ha. gəlirlər. Sizcə indi yaxşıdır keçmişdəki? Yox, uşaq dünyaya gələndə famildən biraz naqis gəlir. Biraz ona görə çox elə uzatdı. dövlət də zad eləyir ki, bu Ələn elə məsələn- sizin Bakıda da deyirlər. Bizdə də. qadağa olundu. Ha, qadağa olundu. Xala Bakıya qızıdan, mən dayı Bakıya oğludan. baxıram. Burada da var, belə hani Alən gülən keçilən zad eləyir. televizyonların xoş qədəmi cüdeylər, zauru cüdeylər. Gütmək demək, baxmaq deməkdir. Şöyle de uşaqlar. çıxanda açıq qoyub gediyəm, bu da gəl deyir, bunu bağladı. Normal 5 dəqiqə qoy, soysun var belə vadı. Elə ondan vururam. Hala sizin zatda hə qadağadır day. Famil Hə, almıyor. qadağadır. Onda xəbərlərə də baxırsınız. 18 sinindən aşağı 18 sinindən aşağı ərə getməyə, sizin Bəli, zatda bəli. qərar Biz olub. ikimiz Toy olmaya. elə tək sizin bərnaməyə bax, heç İrana baxmır. İranımız heç yoxdur. Amma sizin ləhcə çox yaxşıdır, çox yaxındır bizə. Ha. Təbrizdə qəti başa düşmürdüm. Ara başa düş. Mənə deyirdi ki, yoldan rədd ol. Deyirdim, görəm bura. Hə, onların dili bir Hə, bir cürdür. rədd ol, Amma görəm. sizlə biz elə büyük Bəli. fərqimiz Bizləri yoxdur. keç yoldan. Biz Təbrizlə də birik, amma ləhcə dəyişirik biraz. Ləhcəsi, onların elə ləhcəsi ayrıdır. Qardaşla çıxdıq kəndi gəzməyə, hansı ki, kənddə balacadır. İmitçədir. İmitcə kəndi, İmitcə balaca bir kəndi. kənddir. Burada bir su bulağı var imiş. Kənd elə buradan başlayır, orada bitir. Burada su bulağıdır, səhv eləmirəmsə, quyudur. Bunu açmaq biraz uzun məsələ olacaq. Heç əziyyət çəkməyin qardaş. Ay, sağ ol. Deyir, quyunun dibində su varsa problem deyil. Elə bir atalar sözü var. Belə duzlu məzələ olsun deyə dedim. Gedək bulağdan. Evlər çox köhnədir amma. Qədimdir da. Qədim evlərdir. Neçə 60-70 il bundan qabaq tikilib, elə Hə. o qalıb. İndi köçüb gediblər şəhərə. İndi bir də qayıdıb gəlirlər də. Qayıdıb gələn də olayı, bir də burada yaşayırlar. Bu nədir qardaş? Bu da bulaqdır. Ha, bu da bulaqdır. O quyu idi, bu bulaqdır. Azərbaycan türkçəsini icazə vermirlər hə yazılara. Yox, Yazılara vermirlər. Şimdi hakimiyyət yazıyor onu. Hmm. Bu dağlardan gəlir. Dağdan gəlir yəni. Dağ yox, qanat deyirik biz, qanat. Hə. Quyudular. Biz alın burada 7 dənə quyu. Amma çox da soyuq deyil. Yox, bunun bir adı var ki, soyuq havada isti olur. Hə. Yayda alın bunun suyu çox soyuq olur. Ay, sağ ol. Uşaqlar ilmanqıdır yəni. Hə, ilmanqıdır, qışda ilman. Qar gəldə, qarda gəlsən, əli salsan ora üşüməyəcək. İçmək olar da mən Hə, işte. içməlisən. Təsəvvür edirsiniz ki, qardaş bu tualet suyudur. Yox, yox. Uşaqlar, qabaqda çox qəşəng mənzərə var. Bilmirəm, dağı görürsüz ya, yox. Çox qəşəng. Savalan dağı, düzdür? Sağlam da. Kənd budur elə, bundan ibarətdir. Belə evlər var.
Köhnə evlərdir. Dedim qardaşla çıxın bir baxım. Bu məsciddir. Məsciddir. Ha. Maşallah. Gedək. Bacı bizə yemək hazırlayacaq. Çörək bişirəcək. Bunların hamısını bir-bir göstərəcəm sizə. Bu evin sakini köçüb gedib, hə? Köçüb gedibdən çox. Yaşayış yox. Yaşayış yoxdur, qalıb bizə təzələ. Hə. Qızıq gəldi, qızırla qalsın. Vay. Qəşəngdir. Yəni köhnədir. Buradan baxmaq olar. Ha, baxmam. Allah bilir bu evdə nə xatirələr var. Ərdəbildə yaşayırlar indi. Ərdəbildə yaşayırlar. Allahın rəhmətinə gedib özləyəsi, uşaqları var. Ərdəbildə. Allah rəhmət eləsin. Siz bu kənddə böyümüsünüz. Biz bu kənddə elə anadan burada olmuşuq ki, Bəli. 10 yaşımız, 12 yaşımız olanda şəhərə köçmüşük. Uşaqlar, bu arada qonaq olduğum ailə Nəbinin qohumlarıdır. İstəyirsiniz siz bilgi verin ya da siz bilgi verin. Siz qız tərəfdən Qız qohumusunuz. tərəfdən Nəbinin zadıyıq. Nəbinin yoldaşı tərəfindən. Yoxsa Nəbinin qızı Niyə tərəfindən? qız tərəfdən? Hə. Hələ mən Tükaz nənəmin nəvəsiyəm. Nənə nəticəsi deyəcəm. Köçfəza rəfti yoxdur. Bizim Nəbinin bacısı, yox, Nəbinin bacısı ki, adı Elminaze imiş, Səlminaze imiş. O zaman yanında 2 oğlanla gəlib bu taya. Hə. Oğlanın biri adaqlı imiş, biri amma subay imiş, uşaq imiş. O adaqlı oğlan ölübdür. Bu iştibah eləmirəm, sadəcə yaz zamanı, Rus zamanında, o cəng yadanda, o vaxtı. Ölüb, yox, ölübdür. O biz qalıb Hüseyn xan. Bizim soyadımız ondan götürülüb Hüseyn Vənd. Hüseyn xan da Nəbinin nəvəsidir. Hüseyn xan da Nəbinin bacısı oğludur. Bacısı oğludur. Qaçaq Sağ Nəbinin ol. doğma bacısı Sağ oğludur. ol. Onun ki adı Səlminaz imiş, saçı çox imiş belə. Mənə çox ona görə deyirlər ki, saçın buruqdur, ona çox oxşayırsan. Saçları buruq imiş, belə hörərmiş saçları. Bu tayda ona deyiblər Qərəbirçək. Qərəbirçək. Adın döndərib Qarabirçək. Qərəbirçək, bəli. Çünki Səlminazdan ona ad veriblər. Səngi saçı ilə da Hə, day saçına görə deyiblər. O qalıb da bu tayda Hüseyn xan bu Saçını saçı doluyur. ilə səngi sarıyıb dalına su gətirir. Başa düşdünüz də uşaqlar səhənk nədir? Saçını doğulur. Bəli, Uzun bəli. imiş ondan. uzun imiş, saçı çox yoğun imiş. Oy, Səngi oy. ilə var onu imiş. sarıyırmış saçı ilə dalına su gətirir. İplə yox. Saçı ilə. Saçı ilə, Oy bəli. maşallah. Onların məzarı burdadır indi. Yox, yox, bilinmir hardadır. Əsən bilinmir o zaman harda. Səlminaz çox da misal şayad 100 neçə il bundan qabaq ölübdü. Bəli, adı bilinmir. Amma bu məzarı kənddə? bilinmir. Bu kənddə yox, yox, burada yox. O zaman ya demişlər, əşair imişlər. Hə. Gedərmişlər, Köçəri imişlər. Bəli, köçəri Gedib imişlər. oba qururmuşlar. Və ondan bizlər əmələ gəlmişik. Hüseyn xan evlənib 4 oğlu əmələ gəlib. 4 oğuldan əmələ gəlmələr bizlər sağ olmuşuq. ol. Biz onun 4-cü nəslindən oluyuq. Qaynanamgil bizdən bir nəsil qabaqdılar. Qaynanam olay qız nəticəsi, mənim atam olay oğlan nəticəsi. Allah ömür Biz versin. olayıq kötücə hesab oluyuq. kötücə. Bəli, biz kötücə hesab oluyuq. Belə baxanda yaxın qohumsuz. Yanım Yəni qoxum böyük nənəmiz ki, qaynanam ki buyurdu o Tükaz nənə, o Tükaz nənə Nəbinin ölümün özü gözü ilə görübdü. Gəlib gedib Kərbəliyə ziyarətə, Kərbəladan qayıdanda öldürüblər. Allah rəhmət eləsin. Kürdistan Çox o zirəngiymiş, tərəfdən. ona görə öldürüblər. Maşallah. Nəbini bəli, o bu tayda bizim böyük nənəmiz Nəbini gözü ilə görübdü. O da təzə mən olanda o nənəm ölübdü. Hə. 120-130 il ömr eləyib amma. Vay, Çox, vay, bəli, vay, çox, vay, çox vay, ömr eləyibdi. Bunların da böyük nənəsi olub. Mənim atamın nənəsi. Usta o qədər bu qədim nə var onlarda, ondan şeylərdi, zadələrdi. Zat toxuyurdu, kilim zat. Hə, xalça. Qatar, dəvəni qatarlayıb salmışdı ona, qabağında da adam o sarın tutmuşdu dəvənin. Onu özü toxuyurdu. Zadəyirdi. Ay, Ələn elə maşallah. qalib Nəşəni salardı. Ay, Özündən maşallah. əldə toxuyardı. Maraqlı. O Ərdəbilin birinci səs mediasında bizim o nənəmizin səsi gedib. Arşivdə də vardı səs. Hə, o vaxtı. Qəşəng o vaxtı. Birinci səs ki, əşair imişlər, yaylağa gəlmişmişlər. Siz də yaylaq deyirsiniz da. Bəli, bəli, yaylaq. Bəli. Yaylağa gəlmişmişlər. Orada bizim o nənəmizin səsi Səs vardı. yazısı Bəli, düşüb, səs maşallah. yazısı vardı. Nə var arşivində. onlarda, nə bundan qədim nə var idi, nə var deyər, bir kaset indi deyirlər. Ondan oxarsa hamısından Şah İsmail'inkindən, nə bilim,
Bu Kərəminkindən, ondan, əsli Kərəmdən hamısının nə var idi onda. İndi keçərin evə. Gedək mən buranın uyğun paltarlarımı geyim. Milli geyimin Bəli, deyək milli də. geyimi, bəli. Keçə bilərəm. Milli geyimi bir rahat libas geyək, təndirə yad eləmək üçün. Milli geyimi o çilə gecəsinə uyğun geyə bilir. Hə, olar, O olar, da niyə var. olmur? Buyur. Ya Allah. Nə qəşəngdir içəri. Çox sağ ol. Ay maşallah. İstici deyil. Yaxşıdır havası. Qəşəngdir, qəşəng, əladır. Buyurun. Vallahi əlinizə qolunuza Keçin, sağlıq. keçin. Çox qəşəng düzəltmisiniz. Çox qəşəngdir. Özünüz bu stildə Bəli, tikmisiniz. özümüz. Bu arada bu ev təzə evdir Bura uşaqlar. təzə, bina Yeni. təzədir. Hə, yeni bina. Amma qədim üslubda Hə, tikilir. maşallah, çox qəşəngdir. İran peçi. Bəli, İran biçi. Bu olmasa buranı istilətmək olmaz. Çünki çox soyuq olur. Bu qazdır yoxsa? Qazdır, yox, Hə, qazdır. Kəndin qazı da var. Bəli, qəşəng. vardı qazı, suyu, bərği. Hər nəyi vardı. O imtiyazatların hamısı var. Uşaqlar gəldik girdi evin içinə. Hansı ki Rüqəyyə xanım bizə bir şeylər hazırlayacaq. Daha detallı bilgiləri istəyirəm özü versin. Buyurun Rüqəyyə xanım. Çox xoş gəlibsiniz. Xoş Bu gün gördük. istəyirəm sizə fətir bişirəm. Yəni kökədə, sizlərdə kökə deyilir. Bu çörəyin kökü qayıdı Qarabağa. Biz bəndə böyük nənələrimizdən çörəyi. bəli Qarabağ çörəyidir. Bizdə fətir deyik, şirin olur. İnşallah həyətdə də təndir yandırıb, təndirə yapacağıq. Burada istifadə elədiyimiz o un, duru yağ, şəkər, duz, sarıkök və xəmir maya. Xəmir Bu da mayadır. xəmir mayamız. Burada nə var? Birinci ayran aşımızı hazırlayaq, qoyaq qırağa. Dücümüz qalsın ayran aşımızın içində istansın. Bunu da hazırlayaq ki, bu da bizim ayran aşımızdır. Sizdə ayran aşı qaynanılmır, qaynatmırsınız siz. Bizdə bu qaynanılacaq. Ayran içinə- aşı doğadır yoxsa? Doğadır, bəli. Qaynatmırsınız siz. Amma biz qaynadacağıq, Göyərti göyərti tökəcək. tökəcəyik. Hə, bəli, tamam, göyərti doğadır. tökəcəyik. Dadına baxarıq. Göyərti tökəcəyik. Yumurtanı çalaq ki, yumurtanı çalaq ki, ayranımız çürüməsin. Dücü ilə qarışdıraq. Sonra qoyasınız burada gözləyəcək. Bəli. Xəmirimiz hazırlanana kimi təndirimizi salaq, təndirimiz də düşsün. Yumurta çürüməmək üçün. Bəli, yumurta çürüməmək üçündür. Bu da ayrandır. Şansuzdan bu dəfə gəlməğiniz birdən oldu deyə. İnşallah gələn dönüyə qalsın. Nehrədə çalxıyıb ondan İnşallah. hazırlarıq. İnşallah. İndi xəmir eləyəcəyik, yox xəmiri yoğuracağıq. Xəmir yoğuraq deyirsiniz da siz. Biz xəmiri yoğurmaq deyirik. Yoğurmaq. Burada da yoğurmaq Deyirlər, deyirik. kəlmə işlədir, bəli biz işlətməyəcək o kəlməni. İndi birinci südümüzü tökək, ilman süddə. Biraz şəkər Bəli, tökürsən. biraz şəkər. Qaşıq verirsiniz. Bu çörəyin gözəlliyi sarı kökündədir. Sizlərdən həmişə mənə yazırsınız ki, sizlər çox sarı kök istifadə elərsiniz yeməklərinizdə. Sizlərdə çox istifadə olunmuyor sarı kök. Amma Az bizlərin, olunur. bəli, bizlərin yeməklərimizin dadı sarı Ay, kökdədir. maşallah. Gərək sarı kök istifadə eləyək. Hər nədə istifadə olunur bizdə. Və bu çörəyin də gözəlliyi o sarı kökündədir. Rəngi gərək sarı ola. Duzunu da atıb. Duzu da ona görə atayıq ki, xəmirimiz yapışqan olmasın. Qaşıqla işimiz qutardı. Başlayaq əlimizlə yoğurtmağa. Çörək biraz həssas çörəkdir. Gərək ərzaqına diqqət eləyəsən. Az çox oldu, çörəyin ya bərk olur, ya təndirdə qalmaq istəsən, əgər təndirdə bişirəsən. Amma çox da saxlamaq olur. Yaxçalda buz yerində 3-4 ay saxlamaq olur. Xəmirimiz bu yumuşaqlıq oldu. İndi üstün bastıraq, qalsın, acısın. Gedəyin çöldə təndirimizi qalır. Yaxşı gedir. Deməli, təndiri yandırırıq. Qəşəng. Təndirimiz belədir.
Bizim Azərbaycandakı təndirlərdən fərqlidir. Bu fərqlidir. Hazır təndirdir bu. Hə, Bu hazır hazır almış. təndirdir. Hazırın duruyub satın. Hazırın cürrəyib, bunun dövrəsindən özüm ladın tökmüşəm. Ha, Üçün istəmədik yerə, çünki bura qazaysan 2 metrdə su açıq. Hə. O içəridə olsaydı, həmişə su çəkərdi, tez aradan gedərdi. Ona görə gətirdik belə, Instagramda da viral oldu. Çox baxıldı. Hamı idəsini götürdü bunun. Öz həyətlərində bunu İdə nədir onu da deyin. Başa düşsünlər. bunun Nə? idə Konsept. Formasını, formun, bəli, formasını idə. Mən deyim şahid form tür fars kəlməsidir Hə? işlətilən. Ha, bunun formunu götürdülər. Çox Hə, adam sən- götürdü. Instagramda hamı paylaşdı ki, hamı həyətinə, bağ evinə bu cür çəkibdi. İndi aşımız qaynadı, ayranımız ki, dücümüz ki islanmışdı, qoydum, bulladım, qaynadı. İndi istəyəm göyərtilərini tökəm. Göyərtiləri də tərədir, şüyüddür, kişnizdir. Ha, sağ. Bir Bunlar də hazır sarımsaqdır, formada. bəli, hazır formadadır. Amma normalda doğrayıb. Bəli, doğramışam ki, üçün burada rast gəlməyək gələndə Düz. çəkiliş hazırlayıq deyə, görək hazırlayam, yaxçalda buz yerində saxlayam. Biraz tez tələsik oldu uşaqlar, ona görə mən gəldim, xəbərləşdi, tez gəldik bura. Biraz hazırlıqsız oldu, amma belə də Hazırlıqsız oldu, qəşəngdir. bəli. İnşallah qalsın gələn dönüyə onda. İnşallah. Həyətlərim yay aylarında olanda həyətimizdə tərəvəz olur. Oradan dərib gətirib burada doğrayıb maşallah. tökür, lap təzə olur. İndi qaynara düşsün. Çox bilmirəm sizdə necə hazırlanır. Bizdə belə gərək qayniyə qala luap sala. Vallahi onu mən bilmirəm. Bizi izləyən xalalarımız, bibilərimiz bilər. Çünki mən bunu hər vaxt hazırladım Instagramda. Deyirlər ki, doğaşı qaynamaz deyən. Valla hər hətta mahalda bir cür bişirilir. İndi dadına baxacağıq. Onlar qaynatmırlar. Yox, qaynatmırlar onlar. Qaynatmırlar. Ayran aşın deyirlər qaynatmırıq biz. Bu qatıraşa görə. Day bilməyəm nə cür hazırlayırlar. Həttəmən ki bir ayrı növ hazırlayırlar ki, dadlı olur. Hərənin bir Bir üsulu var. üslubu var, bəli. Hər məntəqənin bir üslubu vardır. Bu Ərdəbilin ayran aşıdır. Ay, Bu Ərdəbilin doğu aşıdır demək olar. Daşı zatla deyirlər, ha. Bir cürü Adla də var, deyirlər. adla deyirlər. Biri də var meyvə aşı. Meyvə tökək yaşlara, o da çox dadlı olur. Onun göyərtisi olmayı ərişdə tökülür. Siz buna nə deyirsiniz? Biz buna nə deyirik? Vallahi paxla deyirik. Paxla deyirsiniz. Elə biz də paxla deyirik. Deyəm Yox, görüm sizin. hə, Yox, lobiya Yox, odur. Yox, yox. Paxladır ki, qaynanılır. Mən yiyici tərəf olduğuma görə hazırlayıcı tərəf deyiləm. Ona görə ancaq yeyə bilirəm mən. Bu da qırmızı. Qırmızı adım bilirdim adımdan. Suğundur. Çuğundur. Çuğundur. Elə olsun. Çünki deyəm şahid sizdə ayrı ad deyirlər, ona görə Suğundur. adını da deyim. Da hintozu verim ki, bu gün bizim Çilə bayramımızdır. Hazırlıqlar görək. Şama nə hazırlayacağıq, onları deyim. Bu gün bizim Çilə bayramımızdır. İstəyəm şama toğ plov bişirəm ki, nar tökək içinə. Ay, sağ ol. Narla bir şey. Və istatmışam. Lobiya. Lobiya yox. Nə dedi? Paxla. Paxla. Deyəsən Paxla. təzədən çəkək. Yaxşıdır bu, səmimi alınır. Evet, paxla istatmışam. Bəli. Hər çillə gecəsindəki bir dəqiqə ki uzun olur, payız qutaran günü ki, qışa keçib, bir dəqiqə bu gecəmiz uzun olacaq. Ona görə bu gecəni biz hər il, yəni bizdə bir adət-ənənədir ki, çillə gecəni tutmalıyıq. Ha, Ona sağ ol. görə paxla istatmışam və burada da qırmızı çuğundur Çuğundurumuz bişirmişəm ki, var. istəyəm qəşəng bir dənə süfrə hazırlayam Maşallah. və öz adət-ənənələrimizdən deyəm. Super, çox sağ ol. Var ol. Gənclər, doğamız hazırdır. Bu doğanın üstünə belə nə tökdük? Nanə. 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 Çox Yağla gözəl ətri də qoğurdum, gəlir. Buyurun, bismillah eləyək. Buyurun, bismillah. Süt çəhin. Yox, vallahi mən Yox, bacarmıram. Yox, bacarmıram ona görə. Çox qəşəng ətri gəlir. Bəsdir. Allah razı olsun. Çox sağ olun. Uşaqlar, dadına baxın. İstidir amma. Çox. Düz gətirin.
Siz bunu soyuq-soyuq içirsiniz? Ha, soyuq da itvanın o qatılaşacaq olacaq. Yox, elə Yayda yaman gedir. Bəli. Yaxşı Erməni gedir. içsək, hə. Hə. Əgər şit olsa duz ata bilərsiniz. Bizə o qədər Çox sizlər qəşəngdir. istolda yemək yeyibsiz, yerdə oturmaq fikrim Yo, mən kənddə gedəndə belə otururuq bizdə. Bir də deyir həcmi çox Bəli. şey eləyir, rahatlaşdırır. İstolda rahatlaşdırmır. Maraqlıdır bir də. Hə. Yəni çox maraqlıdır belə oturmaq. Başlayırıq təndirə vurmağa. Düz dedim, təndirə Bəli. vurmaq. Gündə götürmə. Götürdüm. Yumurta ilə zəfəranı qataq üzünə vurmağa. Yumurtanın iyisi gəlməsin. Amma mən əlan zəfəran, dəmli zəfəran yox idi. Qatmadım, amma qatanda qəşəng olur. Nətərdir nənə, xoşuna gəlir? Sağ ol. Yəni bal alıbsan, doşab alıbsan, bal çıxıb gəlinin. Yaxşı dedim. Çörəklərimizi yapdıq ora uşaqlar. İndi neçə dəqiqə pişəcək bu? 10 dəqiqə. Hava yaxçıdır deyə təndir soymayıb. Qış aylarında qar olanda təndir tez soyuyur. Qalmayır, düşək onda özünüzə. İndi bu hava yaxşıdır. Bu hava yaxşıdır. Amma hava soyuq. Siz üşəyirsiniz. Biz adət eləmişik. Vurun. Vurun, vurun. Loqalı. Hə, neçədən idi? Onu biraz aşağılıq. Yox, yox, yəni. Nənə ayağın Dodağı üşümür. Mən Düktür ona da deyib, onun börəyi aradan gedir, amma corab geymir. Qış, yaz. Yəni kişi mənə indiyəcən onu mən verib corab almayıb. Vurun, bu götürəsiz. Nə səliqə ilə vurmuşam bu Ürəyim dönə. qızı şey, deyə bilmirəm. Ha, qəşəng. Götür. Biz qət deyirik, sizdə şəkər. Ya, su gətin də əlimi yeyir. Burada qızıma hazırlamışam. Mama, orada nə yesəz deyə mənim payımı gətir. Allah saxlasın. Sağ ol. Ay maşallah, nə gözəldir. Şor qoğalı yoxşuyur. Qoğalı var sizdə şor qoğalı? Nə deyirsiniz şor qoğalı? Şor qoğalıya biz nə deyirik? Şor qoğalı. Siz nə deyirsiniz? Belə deyəməyəcəm. Nəyə oxşayır? Belə yeyəndə belə qırılır, tökülür ağzının qırağından. Şor qoğalı deyirik biz. Üstünə belə qara şeylər atırlar. Yumru olur belə. Yox, üçün mənzur o deyil. Novruzda eləyirlər. Novruz, Şəkər bura, paxlava. Aha, yox, bizim yoxumuzda. Şor qoğalı yoxdur sizdə? Yoxdur. Çox gözəl bir şeydir o. Fransızların kruasanına oxşuyur. Kruasanına oxşuyur. Onun kimi qırıq-qırıq olur. Yəni belə bütöy olmur da. Aha. Paxlava kimi, Yox, şəkər bura yox, kimi. Ona oxşar bir çörəyimiz var, üstünə yağ tökülək. Nədir? Dənə. Günə baxan dənəsi tökülək. Günə baxan dənəsi tum yəqin. Bəli. Günə baxan dənəsini tökülək, o da dadlı bir çörək olay. Yeyəndə qırılıb tökülək. O buyurayısınız ki, üstünə yağ tökülək, ona görə deyim. Gənclər, burada çaynik qoymuşuq. Çay dəmləyirik. Yox, çay qaynadırıq. Çay qaynadıb içəcəyik. Kəndin sakitçiliyi, Savalan dağının mənzərəsi dəhşətdir. Görürsünüz? Burada da toyuqçuca saxlayırlar, göyərçin saxlayırlar. Bəli, Çilə bayramı başlayır. Bu gün payızın axır günü. Bizdə Çillə bayramı. Gedin o tərəflə, gedin o tərəflə. Deyəm elə də oturun da, belə düşək bunlar da. Hə, olar. Kadra düşək. Şeylər düşünürlər. Deməli, nələrimiz var indi? Təkrardan bir deyərsiniz zəhmət olmasa. Bugün payızın axır günü. Biz payızın axır günü Çillə bayramı qeyd eləyik. Və qarpız bu bayramda qarpız önəmli bir meyvələrdəndir ki, gərək süfrəmizdə Bir də nar. Bir də nar, bəli. Demək olar ki, nəmadır, belə deyək də, nəmadır Çillə gecəsi qarpızla nardır. Və bəzi yeməklər ki, üçün bir dəqiqə bugünkü gün uzundur da, gecəsi uzundur. Böyüklər
gəlini, qızı, oğlu topalarlar başına və belə bir süfrə çalar və mən tüm buranın bura dədə-baba qayda qanununa görə istədim ki, modern olmaya, dədə-baba üslubunda bunu çinlədim ki, Allah kürsü mehriban eləsin. hazırladım. Buna da Çox kürsü sağ olun. deyirlər Bəli, bu bu da arada. kürsüdür. Bunun altına yat qoyuruq ki, ot qoyuruq ki, qışlarımızı salaq və bu gecəni, yəni çoxları sübə kimin otur Hə, elə bu sağ olun. gecə. Çox sağ O bir olun. dəqiqəyə görə, yəni o sübə kimin, yəni bu gecə demək olar ki, toy bayramıdır. Çox sağ olun. Və bu onu tozif verməyim. Verin, verin. Siz ağzını açın deyirsiniz, elə ondan götürün. Deməli, bu nədir bəs? Bu da Bayaq bişirdiyimiz. Siz onu videonun harda paylaşacaqsınız? bunu YouTube'da. 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 Onda yaxşı. Deməli, burada da bizim Paxla. paxlamız var. Buna lobya da deyə bilərik. Lobiya. Yox da bizim dildə deyə paxla, sizin dildə lobiya. Qarpız şəklində də belə konfetlər. Sizdə konfet deyərsiniz, bizdə şokolad deyərik. Şokoladlar, Bəli, qəşəng. şokoladlar.